Salam əziz izləyicilər, mən sizlərə 3-cü sinif riyaziyyat dərslikdən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Hansı yazılış forması 786 ədədinə uyğun deyil? Baxaq, 7 yüzlüyümüz 700, üzərinə 7 onluq gəlsək 700, 7 onluğumuz 70, üzərinə də 16 gəlirik. 700 üzərinə 70 gəlsək 770, üzərinə 16 gəlsək 786 edər. 786 ədədinə uyğundur. Bizdən uyğun olmayanı soruşur. 6 yüzlüyümüz 600, 1 onluğumuz 10, üzərinə gəlirik 86 təkliyi. 600-ün üzərinə 10 gəlsək 610, üzərinə 86 gəlsək 696 edər. Bu uyğun deyil. 68 onluq. 68 onluğumuz 68'i 10'a vurmaq deməkdir. 680 edir. Üzərinə də 6 gəlirik. 686 ədədinə uyğundur. Bizə deyir ki, 786 ədədinə uyğun olsun. Bu 686 ədədinə uyğundur. 786 təklik, bəli, 786 təklik elə 786 deməkdir. Davam edək. Ulduzun yerinə müqayisə işarələrinin uyğun olanını müəyyən et. Baxaq, biz müqayisə haqqında keçmişik, izahlarımızı vermişik. 73 və 101 ədədini müqayisə etsək, baxırıq 73 ədədində yüzlük yoxdur. Burada isə bir yüzlük var. 73 kiçikdir 101-dən. 327 və 341 ədədlərini müqayisə etsək, yüzlükləri bərabər olduğu üçün onluqlara baxırıq. Onluğunun sayı çox olan ədəd böyük olur. 2 onluq var, burada 4 onluq var. Yüzlükləri bərabərdirsə, onluğu böyük olan ədəd böyükdür. Yəni 327 ədədi kiçikdir 341-dən. 768 ədədi kiçikdir 678-dən. 871 ilə 835-i müqayisə etsək, 875 böyükdür 835-dən. 675 ilə 576-nı müqayisə etsək, burada 600'lük var, burada 500'lük var. Yüzlüyü böyük olan ədəd böyükdür. 760 ilə 610-u müqayisə etsək, 760 böyükdür 610-dan. 682 böyükdür 628-dən. 603 kiçikdir 630-dan. 479 kiçikdir 579-dan. 578 ilə 569 ədədini müqayisə etsək, 578 böyükdür 569-dan. 544 ilə 540-ı müqayisə etsək, baxırıq ki, hər ikisində 500'lük var. Yüzlükləri bərabər olduğu üçün onluqların sayına baxırıq. Baxırıq 4 onluq var. Onluqların sayı bərabərdirsə təkliklərə baxırıq. Təkliklərin sayı böyük olan ədəd böyükdür. Yəni yüzlüyü və onluğu bərabərdirsə təkliyi böyük olan ədəd böyükdür. 544 böyükdür 540-dan. 452 kiçikdir 542-dən. Davam edək. Kartları yanaşı qoymaqla alınan ən böyük və ən kiçik 3 rəqəmli ədədləri müəyyən edin. Ən böyük və ən kiçik ədəd deyir. Biz ən böyük ədədi düzəltmək üçün rəqəmləri böyükdən kiçiyə doğru düzməliyik. Ən böyük rəqəm 8-dir, sonra 4-dür, sonra 3-dür. Ən böyük edəcək 843. Ən kiçik ədəd düzəltmək üçün isə rəqəmləri kiçikdən böyüyə doğru düzmək lazımdır. Ən kiçiyi 3, sonra 4, sonra 8. Yəni 4, 3, 8 rəqəmlərinin köməyi ilə düzələcək ən böyük ədədimiz 843-dür, ən kiçik isə 348-dir. Eyni qayda burada yazırıq. Ən böyük ədədi düzəltmək üçün 5, 6, 0 rəqəmlərinin köməyi ilə rəqəmləri böyükdən kiçiyə doğru düzürük. Əvvəl 6, sonra 5, sonra 0. Ən böyük ədəd edəcək 650. Ən kiçik ədəd düzəltmək üçün dedik ki, rəqəmləri kiçikdən böyüyə doğru düzmək lazımdır. Rəqəmləri kiçikdən böyüyə doğru düzəndə baxırıq, burada ən kiçik rəqəm 0-dır. 0-ın öndə yazılmağının hər hansı mənası yoxdur. Yəni bu nə deməkdir? 0, 5, sonra 6 yazsam 0, 56, 56 deməkdir. 3 rəqəmli ədəd deyil. Ona görə də əgər ən kiçik ədədi düzəldəndə orada 0 rəqəm verilibsə, 0-dan sonra gələn kiçik rəqəmi yazırıq, sonra isə 0-ın özünü yazırıq. Baxırıq ki, burada 3 rəqəm verilib bizə. Bu 3 rəqəmdən ən kiçiyi 0-dır, sonra 5-dir. Əvvəl 5-i yazırıq, sonra 0-ı, sonra 6-nı yazırıq. Yəni bu rəqəmlərin köməyi ilə düzələcək ən kiçik ədəd 506-dır. 7, 1, 9 rəqəmlərinin köməyi ilə düzələcək ən böyük ədəd. Rəqəmləri böyükdən kiçiyə doğru düzürəm.
9, 7, 1. En kiçik ədəd isə kiçikdən böyüyə doğru düzəlm 1, 7, sonra 9, yəni 179 edər. Dördüncü tapşırığa baxaq. Ədədləri sıralayın. Ən böyük və ən kiçik ədədləri müəyyənləşdirin. Ədədləri sıralayaq. Artan sırayla yazırıq. Burada artan sıra ədədlərin kiçikdən böyüyə doğru düzülüşdür. Ən kiçik 208-dir. Sonra 215-dir. 516, 614. En kiçiği 208, en büyüğü 614 eder. Burada en küçük adet 703, sonra 782, 898, 987 eder. En küçük 703, en büyüğü 987 eder. Azalan sıra nedir? Azalan sıra ədədlərin böyükdən kiçiyə doğru düzülüşüdür. En büyüğü 418, üzr istəyirəm. En böyüğü verilen ədədlər içərisində en böyüğü 450, sonra 418, 403, 340. En büyüğü 450 edəcək, en kiçiyi 340 etmiş olacaq. Yine de bizden azalan sıranı soruşur. Verilen ədədlər içərisində azalan sıra deyirsə böyükdən kiçiyə doğru düzülür. En büyüğü 828'dir. Sonra 825, 643, 584. En büyüğün en küçüğü müəyyən edilir. En büyüğü edəcək 828, en küçüğü edəcək 584. Devam edək. Ədəd onluqlara, sonra 103'lərə qədər yuvarlaqlaşdırın. Yuvarlaqlaşdıraq. 532 ədədini 532'ni əvvəlcə onluğa qədər yuvarlaqlaşdırıq. Onluğa qədər yuvarlaqlaşdıranda baxırıq təklik mərtəbəsinə. Təklik mərtəbəsi 2 olduğu üçün onluq mərtəbəsi dəyişməyəcək. Təkliyin yerinə 0 yazırıq. 530. Sonra isə 100'lüyə qədər yuvarlaşdıraq. Eyni qayda 100'lüyə qədər yuvarlaqlaşdıraq. Onluğumuz 3 olduğu üçün yüzlük mərtəbəsi dəyişmir olduğu kimi qalır. Onluq və təkliyin yerinə 0 yazırıq. 446 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq, baxırıq təklik mərtəbəsinə. Təklik mərtəbəsi 6 olduğu üçün biz necə demişdik qaydanı? Yəni 5, 6, 7, 8, 9 olarsa yuvarlaqlaşdırdığımız mərtəbə 1 vahid artır. Təklik mərtəbəsi 6 olduğuna görə onluq mərtəbəsi 1 vahid artacaq, olacaq 450. 446 ədədini 100'lüyə qədər yuvarlaqlaşdıranda baxırıq onluq mərtəbəsi. Onluq mərtəbəsi 4 olduğu üçün yerdə qalan 2 rəqəmin yerinə, yəni onluq və təkliyin yerinə 0 yazırıq. 609 ədədini onluq və təkliyə qədər yuvarlaqlaşdırsaq, onluq və yüzlüyə qədər yuvarlaqlaşdırsaq, onluğa qədər yuvarlaqlaşdıranda baxırıq yüzlüyə. Yüzlüyümüz 9 olduğu üçün onluq mərtəbəsi 1 vahid artır. Edəcək 610. 609'u yüzlüyə qədər yuvarlaqlaşdırsaq, onluq mərtəbəsi 0 olduğuna görə yüzlük mərtəbəsi dəyişmir. Onluq və təkliyin yerinə 0 əlavə edirik. 921 ədədini əvvəlcə onluğa qədər yuvarlaqlaşdıraq. Edəcək 920. 921 ədədini yüzlüyə kimi yuvarlaqlaşdırsaq, edəcək 900. 475 ədədini əvvəlcə onluğa qədər yuvarlaqlaşdıraq. Təkliyimiz 5 olduğu üçün onluğumuz 1 vahid artır. Təkliyin yerinə 0 yazırıq. 475 ədədini yüzlüyə qədər yuvarlaqlaşdıranda onluq mərtəbəsi 7 olduğu üçün yüzlük mərtəbəsi 1 vahid artır. Onluq və təkliyin yerinə 0 yazırıq. 203 onluğa qədər yuvarlaqlaşdıranda edəcək 200. Niyə görə 200 etdi? Çünki təklik mərtəbəsi üstü, onluq mərtəbəsi artmayacaq. Sonra 203 yüzlüyə qədər yuvarlaqlaşdırsaq, onluq mərtəbəsi 0 olduğu üçün yüzlük mərtəbəsi 200 edəcək. 342 onluğa qədər yuvarlaqlaşdırsaq, edəcək 340. 342'ni yüzlüyə qədər yuvarlaqlaşdırsaq, edəcək 300. 455 ədədini 455 onluğa qədər yuvarlaqlaşdırsaq, edəcək 460. 455'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq, edəcək 500. 691 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq, təkliyimiz 1 olduğu üçün onluq mərtəbəsi dəyişmir, 690 edir. 691 ədədini yüzlüyə qədər yuvarlaqlaşdıranda
Onluq mərtəbəsinə baxırıq. Onluq mərtəbəsi 9 olduğu üçün yüzlük mərtəbəsi 1 vahid artır, edəcək 700. 871 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq 870 edər. 871 ədədini yüzlüyə qədər yuvarlaqlaşdırsaq 900 edər. Davam edək. 6-cı məsələyə baxaq. Mağazada hündürlükləri 330 sm, 420 sm, 460 sm, 520 sm olan 4 müxtəlif rəngdə küçə fənərləri satılır. Sarı fənərin hündürlüyü neçə santimetrdir? Sarı fənərin hündürlüyünü soruşur bizdən. Baxırıq ki, burada yəni ardıcıllıqlar bir qədər qarışıq verilibdir. Kiçik var, bir qədər hündür var. Ondan hündür, bir də ən hündür olanı var. Gəlin biz ilk öncə bizə verilən hündürlükləri artan sırayla düzək. Artan sıra nədir? Kiçikdən böyüyə doğru düzülüşdür. Elə burada da kiçikdən böyüyə doğru düzülmüşdür. 330 sm, sonra 420 sm, 460 sm, sonra da 520 sm verilmişdir. Biz baxırıq ki, bunların içərisində ən kiçiyi hansıdır? Bunların içərisində ən kiçik fənər 330 santimetrdir. Düzdürmü? Demək, qırmızı fənər 330 santimetrdir. Sonra nə verilibdir? 420 santimetr hansı eləyəcək? 420 santimetr. Baxırıq ki, qırmızıdan bir qədər hündür olan sarı fənərdir. Bu eləyəcək 420 santimetr. Sonra gəlir 460 santimetr edəcək göy fənər. Ən hündürü də yaşıl fənərdir. 520 santimetr. Bizdən soruşur ki, sarı fənərin hündürlüyü nə qədərdir? Sarı fənərin hündürlüyü nə qədərdir? Buradan aydın olur ki, sarı fənərin hündürlüyü 420 santimetrdir. Davam edək. 7-ci tapşırıqla. Samir fikrində 3 rəqəmli ədəd tutdu. Ədədin onluqlar mərtəbəsindəki rəqəm 8-ə bərabərdir. Bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 600 alınır. Bu ədədin rəqəmlərinin cəmi 17-yə bərabərdir. Samir fikrində hansı ədədi tutdu? Diqqətli oluruq əziz şagirdlər. Şərtə diqqət edirik. Məsələni oxuyub, anlayıb, həll etməyə çalışırıq. Samir fikrində 3 rəqəmli ədəd tutdu. 3 rəqəmli ədəd dediyi üçün 1, 2, 3. 3 dənə xətt çəkdim hər rəqəmin yerində. Bir xətt duracaq. Ədədin onluqlar mərtəbəsindəki rəqəm 8-ə bərabər. Yəni onluqların sayı 8-ə bərabərdir. Qeyd etdim. Bizim ikinci şərtimiz idi. Sonra deyir, bu ədədi yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 600 alınır. Üçüncü şərt odur ki, ədədi yüzlüyə qədər yuvarlaqlaşdırıb və 600 alıb. Bu ədədi rəqəmlərinin cəmi 17-yə bərabərdir. Samir fikrində hansı ədədi tutmuşdur? Baxın, yüzlük mərtəbəsini bilmirik. Üzərinə onluğu gəlirik 8. Üzərinə təşrik mərtəbəsindəki rəqəmi də gəlsək, cəm 17-ni edəcək. Bizə lazımdır ki, biz yüzlüyü və təkliyin neçə olduğunu bilək, sayını bilək və toplayaq. Bax, əziz şagirdlər, bizə deyir ki, bu ədədi yüzlüyə qədər yuvarlaqlaşdıranda 600 edir. Yuvarlaqlaşdırmaq qaydasını yadımıza salsaq, yüzlük mərtəbəsini yuvarlaqlaşdıranda biz hansı mərtəbəyə baxırdıq? Onluq mərtəbəsinə. Onluq mərtəbəsi 0, 1, 2, 3, 4 olarsa yüzlük mərtəbəsi dəyişmirdi. Amma 5, 6, 7, 8, 9 olarsa yüzlük mərtəbəsi bir vahid artırdı. İndi baxırıq ki, onluq mərtəbəsi 8-dir. Doğrudurmu? Buradan aydın olur ki, yüzlük mərtəbəsini yuvarlaqlaşdıranda yüzlük mərtəbəsi bir vahid artacaq. Baxın, yüzlük mərtəbəsi yuvarlaqlaşdırandan sonra 6 olubsa, demək ki, yüzlük mərtəbəsinin sayı neçə idi? Yüzlük mərtəbəsinin sayı 5 imiş. Yüzlüyə qədər yuvarlaqlaşdıranda 8 bir vahid 8 olduğuna görə bir vahid yüzlük mərtəbəsi artıb olub 6. Yüzlük mərtəbəsini buradan müəyyən etdik. Buna əsasən müəyyən etdik. Yuvarlaqlaşdırma qaydasına əsasən. Sonra bizə deyir ki, rəqəmlərinin cəmi 17-dir. Biz yüzlük mərtəbəsinin sayını 6 tapdıqsa, 6. Rəqəmlərin cəmi 17-dirsə,
Bax, yüzlük mərtəbəsinin sayı etdi 6. 6'nın üzərinə 8 gələndə edir 14. 6 yox, üzr istəyirəm. Yüzlük mərtəbəsinin sayı 5 tapmışıq. 5'in üzərinə 8 gələndə edir 13. Doğrudurmu? Rəqəmlərinin cəmi 17'dir deyir. 13'ün üzərinə neçə gəlsək 17'dir və yaxud 17'dən 13 çıxanda neçəsi qalır? 4'dür. Buradan aydın olur ki, bizim təşkilçilər mərtəbəmizin sayı 4'dür. Təşkilçilərin də sayı oldu 4. Həqiqətən də 5'in üzərinə 8 gəlsək edir 13. Üzərinə də 4 gələndə 17. Samirin fikrində tutduğu ədəd hansı ədəd imiş? 584. İzahlarımız bu qədər əziz şagirdlər.